Ich habe eine Frage zum Thema russischer Krieg gegen die Ukraine. Herr Bundeskanzler, vor wenigen Tagen gab es Meldungen in deutschen Medien, dass es ein Treffen in Baku gab, ein informelles deutsch-russisches Treffen, wo auch ehemalige hochrangige Politiker aus Regierungsparteien teilgenommen haben sollen. Über die Ergebnisse wird nicht berichtet. Es gibt zwei Meinungen dazu hier in Berlin, auch in Fachkreisen. Die einen sagen, solche Treffen als eine Art Backchannel seien nützlich, sie können nicht schaden. Und es gibt auch Kritiker, die sagen, das sei kontraproduktiv, weil das Russland ein Signal der Schwäche vermitteln könnte. Wie sehen Sie das? Ich kann darauf eine ganz einfache Antwort geben. Mir ist von einem solchen Treffen nichts bekannt. Wir machen ja seit Monaten den Versuch, Präsident Putin zu einem Gespräch zu bewegen. Wir haben mehrfach auch auf der europäischen Ebene Gesprächsangebote zusammen mit der Ukraine vorgelegt. Präsident Putin weigert sich, zu solchen Gesprächen zu kommen. Und insofern wiederhole ich, was ich auch von dieser Stelle aus in den letzten 14 Monaten immer wieder leider sagen musste. Es liegt allein an der russischen Regierung und am russischen Präsidenten, diesen Krieg zu beenden. Und es liegt allein an ihm, in Gespräche und gegebenenfalls in Friedensverhandlungen einzutreten. Er weigert sich beharrlich, das zu tun. Und solange er das tut, gibt es keine andere Möglichkeit, als der Ukraine in ihrem Überlebenskampf gegen die russische Aggression weiter zu helfen. Wir werden das tun. Wir werden das europäisch abgestimmt tun. Und ich bin Präsident Alijew sehr herzlich dankbar, dass er die Einschätzung dieses Krieges, die Ursache, den Verlauf und ein mögliches Ende dieses Krieges genauso einschätzt, wie ich es gerade hier gesagt habe. Bakıda keçirilmiş dediğiniz görüşle əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi və təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, Times qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Və onu sizə deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-sində Berlin-Bakı reysi ilə 2 nəfər tanınmış şəxs, biri xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda Moskvadan Bakıya ayın 12-sində Rusiyanın keçmiş baş naziri cənab Zubkov və Rusiya prezidentinin yanında vətəndaş cəmiyyətinin rəhbəri, şurasının rəhbəri cənab Fadeyev Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi. Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Və belə bir görüşün olub olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş deməli statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsindən sonu olacaqsa, sona gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq. In a world flooded with noise, Hook Global delivers clarity. Your video-first destination for US coverage, breaking news. A short time ago, the United States military began major combat operations in Iran. Global development and the stories shaping power, politics and geopolitics. Fast, focused, fact-driven,
Did you read those new files about No. From Donald Trump shakeups The tariffs will be not a full reciprocal. and Capitol Hill showdowns Don't you ever accuse me of a crime. I believe you just lied under oath. Yes, Mr. President, quake in your boots because I will tell you the truth. You will be impeached. to global warfare, ऑपरेशन सिंदूर आतंक के खिलाफ भारत की नीति है. diplomacy, elections, and shifting power dynamics, וביחס למה שנעשה בהמשך דין, יש לנו תוכנית סדורה עם הרבה הפתעות. לערער את המשטר, לאפשר שינוי. Hook Global brings you sharp coverage, deep dive explainers, and expert-backed analysis 24/7. ایران شاید زخمی شود اما هرگز زانو نمیزند. دشمنان این ملت به ویژه آمریکای جنایتکار و رژیم منحوس صهیونیستی را For analysts, policymakers, globally curious minds. Free the hostages now. If you do, you will live. If you don't, Israel will hunt you down. Hook Global cuts through the chaos of international conflicts, economic tremors, or strategic global moves. You're in no position to dictate what we're going to feel. We cut through the chaos and deliver context that matters. Stay informed, stay engaged, stay ahead, get hooked on what matters.